İnşallah bu âli olan məclisimizi Kur'an sedasıyla, Kur'an suresiyle başlayaq inşallah. Ondan sonra Hacı Sahib kardeşimiz ve Hacı Zahir kardeşimiz məclisə zinət verəcəklər. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ câe nasrullâhi vel feth. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا بسم الله الرحمن الرحيم. إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره فسبح بحمد ربك واستغفره إنه كان توابا. بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر. ليلة القدر خير من ألف شهر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. سلام هي حتى مطلع الفجر. صدق الله العلي العظيم. اللهم صل وسلم وبارك على
رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى آله الطاهرين المعصومين المكرمين. Allah Teala inşallah bu şəhid qardaşımızı qəriq rəhmət eləsin. Cəmiən şəhidlərimizə Allah Teala'dan rəhmət diləyirik. Yaxınlarına, əzizlərinə, valideynlərinə Allah Teala inşallah səbr inayət eləsin. Bu məclisdə şəhid qardaşımız üçün kimlə növ xidmət edirsə, Quran oxuyur, söhbət edir, əzadarlıq edir, rozə deyir, ehsan edir. Allah Teala inşallah hamıdan qəbul eləsin. Allah Teala inşallah Muhammed Ali Muhammeddən şəhidlərimizi ayrı salmasın, ruhlarını İmam Hüseyin Ağaya qonaq eləsin, onları Kərbəla şəhidləri ilə inşallah məhşur eləsin. Allah Teala inşallah onların ruhunu bizə duaçı eləsin, şəfaətçi qərar versin. Allah Teala bizi də mərhəmətindən, məğfirətindən, kərəm və lütfündən dünya və axirət inşallah ayrı salmasın. Cəmiən dualarımızı, etdiyimiz ibadətləri inşallah müstəcab eləsin. Allah Teala yaralı əsgər qardaşlarımıza, qazilərimizə inşallah tezliklə şəfa versin. Bayrağımızı, ordumuzu hər yerdə uca eləsin, qüvvətli eləsin. İnşallah bütün dünya müsəlmanlarını, möminlərini bu cəm ilə bahəm yerin göyün bəlalarından inşallah hifz eləsin. Şəhid məclisidir və biz də bu etdiyimiz söhbətin savabını elə qardaşımızın ruhuna hədiyyə edirik. 5-10 dəqiqə söhbət olsun və inşallah Hacı qardaşımız, Hacı Zahir qardaşımız məhzərindən istifadə edəcəyik. Şəhidlər barəsində bu 44 gün vətən müharibəsi dövründə elə məclislərdə çox söhbətlər olunub. Ruhanilər, din xadimləri elə demək olar ki, 2 aya yaxındır ki, istər minbərlərdəki söhbətlər, istər belə məclislərdəki söhbətlər elə şəhidlik mövzusuna həsr olunub. Və doğrudan da dini İslamda çox mühüm mövzulardan biridir. Çox böyük əhəmiyyət kəsb eləyən bir mövzudur. Şəhidlik mövzusu Quran-ı Kərimdə, hədislərdə nə qədər ayələr və nurani kəlamlar var bu barədə. Şəhidliyin mənasını, fəlsəfəsini bizə açıqlayıblar. Quranda, hədislərdə bu barədə nə qədər sözlər var, söhbətlər var. İnşallah 5-10 dəqiqə o ayə və hədislərdən bir neçəsin xidmətimizə ərz edəcəm. Amma əvvəl kiçik bir məsələni qeyd edeyim ki, ümumiyyətlə ölüm məfhumu elə bir məfhumdur ki, ona inanmayan yoxdur. Yəni ölümə hamı inanır və bu məfhumla hamı tanışdır və Quran-ı Kərimdə buyurur ki, kullu nəfsin zaiqətul mevt, hər bir insan ölümü dadacaq, hər bir insan Allahdan gəlib və Allaha sarı qaydacaq. İnsan ölüm adlı həqiqət barəsində fikirləşəndə bir neçə gözəl məqamla üzləşir. Birincisi budur ki, dünya insanın nəzərində kiçilir və dəyərsiz olur. İnsan ölüm haqqında fikirləşəndə dünya gözündən düşür, ürəyində həvəsi ölür. Ümumiyyətlə, ölümün çox qəribə ab-ı havası var. Ölüm elə bir həqiqətdir ki, bəzi insanlar onun barəsində düşünəndə qorxuya düşür. Bəzi insanlarsa ona şad xürrəm halda, şövqlə, həvəslə gedir. Həzrət Əli əleyhissalamın kiçik bir hədisində gözəl bir kəlamı var. Buyurur ki, kəfə bil mevti vaizən. Vaiz mevizə eləyənə deyirlər.
nəsihət verən, öyd verən. Əli əleyhissalam buyurur ki, vaiz, ən gözəl vaiz, ən kifayətli, yetərli vaiz ölümdür. Məsələn, moizə var ki, insana bəs eləmir. Vaiz var ki, bəs eləmir. İnsan gedir bir başqa vaiz axtarır, bir başqa moizə eləyən axtarır, bir başqa moizə axtarır. Hər bir insanın nöqtəsi var da, görürsən biri söhbətlə hidayət olur, biri məsələn bir başqa şeylə hidayət olur. İnsanın hidayətinin səbəbləri var. Adam var ki, məsələn, Quranla hidayət olur, adam var yaxşı bir əməllə hidayət olur, adam var ibrət almaqla hidayət olur, adam var elə düşünməklə hidayət olur, adam var məhərrəmliklə hidayət olur, adam var məhərrəmlik ona bəs eləmir, məsələn, Ramazanla hidayət olur, hərə bir şeylə hidayət olur. Hidayətin səbəbləri də çoxdur, növləri də çoxdur, işim ondan yox. Amma deyir, yetərli bir dənə moizə var. Yəni, ondan mümkün deyil ki, insan hidayət olmasın. Hidayət olmursa, ya barəsində az düşünür, ya da hələ yaxşı dərk eləməyib. Əli əleyhissalam buyurur ki, ən yetərli, yəni bəs eləyən moizə ölümdür. Kəfə bil mevti vaizən, ən yetərli vaiz ölümdür. İnsan ölüm barəsində düşünəndə, həqiqətən də insana çox şeylər çatır. Bəs eləyir. O, Həzrəti Əli əleyhissalam, Həzrət Peyğəmbərin yanına bir nəfər gəldi, dedi ki, ya Rasulallah, mənə Quran öyrət. Səhabələrin birinə tapşırdı, səhabə getdi ona Quran-ı Kərimdən ilk dərs vaxtında, günündə 2 dənə ayə öyrətdi. Və mən ya'məl mithqalə zərrətin xeyrən yerəh və mən ya'məl mithqalə zərrətin şərrən yerəh. Hər kəs bu dünyada zərrə qədər yaxşı əməl eləsə də görəcək, pis əməl eləsə də görəcək. Yəni, bu qaçılmazdır. Bunun cavabı, nəticəsi, əvəzi mütləqdir. Dünyada, ahirətdə fərq eləməz. Hər kəs yaxşı və pis əməl elədi, hətta o yaxşı əməl, pis əməl zərrə çəkisində ola, zərrə çəkisində. Onun qarşılığı mütləqdir. Bu çıxdı, getdi və çıxıb gedəndə qayıtdı ki, mənə bəs elədi. Sonra deyir, Həzrət Peyğəmbər bu sahabədən soruşdu ki, nə oldu o Quran öyrənməyə gələn hara getdi? Dedi, ya Rasulallah, gəldi elə birinci gündə, mən ona 2 dənə ayəni oxudum, getdi, dedi, mənə bəs elədi. Həzrət Peyğəmbər buyurdu ki, vərəcəə fəqihən, o avam gəlmişdi, amma alim getdi. Yəni, ona bəs elədi. Həqiqətən də insana ölüm bəs eləyən bir moizədir. Kəfə bil mevti vaizən, ən gözəl, ən yetərli, bəs eləyən, qane eləyən moizə ölümdür ki, çox şeyləri insana başa salır və onlardan da biri budur. Dünya həyatı gözündə kiçilir. Bunu hamı təsdiqləyər ki, görürsən, insan məsələn xəstələnəndə çox şey gözündən düşür. Çox şeylərə həvəsli idi, qurmağa, yaratmağa, yaşamağa. Amma bir dənə xəstəlik gələndə, bir bəla gələndə, çətinlik gələndə görürsən ki, həmin şeylər, həvəslər ürəyindən də gedir, gözündən də çox şeylər, məsələn, vaxtı ilə mühüm əhəmiyyət kəsb eləyən bəzi şeylər insanın gözündən düşür. Nə var, bir dənə xəstələnib. İndi ölüm haqda insan düşünəndə ən yaxşı cəhəti budur ki, düzdür, bəzən insanlar bu haqda düşünmürlər. Deyirlər ki, əşi, kefimizi pozmayaq. Ölüm haqda danışanda çoxları belə qəbul eləyir. Əli əleyhissalam buyurur ki, ən yetərli moizə əgər ölümdürsə, ölümü yad eləyən bir insanın dünya gözündən düşər. Və dünya həqiqətən də dəyərsiz bir şeydir. O ki, ölüm haqda fikirləşəndə dünya həyatı insanın gözündə kiçilir, heç nə olur, dəyərsiz olur. Həqiqətən də insan ölüm haqqında fikirləşəndə dünyanın əsl mahiyyətini dərk eləyir. Dünya həyatının əsl mahiyyətini dərk eləyir. Yəni budur da, bundan ötürü mən yaşayırdım, əlləş, vuruş, axırı bu. Əgər bir həyatın ki, axırı budursa, dəyməz o həyat üçün özünü öldürməyə. Bəzən məsumlarımız bu cür ifadələrdən istifadə edib insanları oyatmaq istəyiblər, hidayət eləmək istəyiblər ki,
Deyir, mələklər gələrlər insan can verəndə, insan dünyadan gedəndə, deyərlər insana, o can verən insana ki, bax, oğlun, uşağın hamı ətrafında toplaşıb, heç birinin cürəti yox, qüdrəti yoxdur ki, səni saxlasın. Və sən bunlardan ötürü özünü öldürürdün. Bunlardan ötürü yaşayırdın. Bunlardan ötürü əzablara qatlaşırdın, məşəqqətlər çəkirdin, zəhmətlər çəkirdin. Bəli, İslam dini demir ki, övlad üçün, ailə üçün çalışma. Amma sən o qədər ifrat həddə çalışırdın ki, hətta günahlara yol verirdin, haramlara yol verirdin. İndi bax, həmin o əzizlərin ki, onlar üçün özünü öldürmüsən, indi o əzizlər sənin canlı çıxmağın gözləyir ki, aparsınlar əlləri ilə qoysunlar qəbrə. Da bundan gözəl moizə, hə? İnsana neynəsin ki, Allah Teala insana çatsın mətləb? Bəzən bəla verir, görsən çatmır. Quran göndərir, çatmır. 124 min peyğəmbər göndərir, çatmır. Allah hifz eləsin Möhsin Qəraətəğa deyir ki, Allah Teala 124 min peyğəmbər göndərdi, insanın hidayətinə bəs eləmədi. Amma bu Allah lənət eləmiş şeytan bir dənə insanın zəlalətinə bəs elədi. Çox qəribə bir məxluqdur insan. Hidayəti üçün 124 min peyğəmbər göndərdi, insan hidayət olmadı. Amma onu yazdırmaq üçün bir dənə şeytan kifayət elədi. Hələ 124 min peyğəmbəri olub, bunun 12 imamı olub, Allahın dostları olub, övliyalar olub, alimlər olub, ariflər olub, mollalar olub, din xadimləri olub, ramazanlar olub, məhərrəmliklər olub. Amma insan hidayət olmur, insan yola gəlmək istəmir. Bir şey var ki, insan onu yaxşı düşünsə, mütləq yola gələcək. O da ölüm. Dünya əsl mahiyyətini insan başa düşür. Sən deyərsən ki, din dünyanı pisləyir, yox. Din axirətlə müqayisədə dünyanı pisləyir. Baxın, bir misal çəkim, 1 manat da dəyərlidir, 1000 manat da dəyərlidir. Düzdür? O 1 manat öz-özlüyündə dəyər var. Amma 1000 manatla müqayisədə oldu dəyərsiz, oldu heçinə. Dünya öz-özlüyündə dəyərlidir, amma daha ali həyatla müqayisədə oldu dəyərsiz. Əgər o 1000 manat olmasaydı, 1 manat dəyərin heç vaxt itirməyəcəkdi. Axirət də olmasaydı, dünya həyatı dəyərin heç vaxt itirməyəcəkdi. İnsan baxır dünya həyatına, görür ki, bu tərəfdən peyğəmbər gəldi. Allah tərəfindən göndərilmiş bir şəxsdir. Gəlir insana deyir ki, çox da səni məğrur eləməsin bu dünya həyatı. Niyə görə? Çünki bundan da gözəli var. Burada sən yorulursan, orada yorulmayacaqsan. Burada sən qocalırsan, orada qocalmayacaqsan. Burada sən əzab-əziyyət var, orada əzab-əziyyət yoxdur. Nə qədər gözəl də olsa bir dünya həyatı, adi istisindən insan əziyyət çəkir. Deyir, soğuq olsun. Soğuq gəlir, əziyyət çəkir, deyir, isti olsun. Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən mömin bəndələrim üçün bir həyat quracam ki, nə istisi əziyyət verəcək, nə də soyuğu. Nə xəstələnməsi var, nə qocalması var, nə gözün nurunun getməsi var, nə dərinin qırışdanması var, nə hər şey öz yerində. 35-40 yaşında cavan əbədi olaraq cənnətdə yaşayacaq. Deyir, cənnət əhlinə, əgər insan onu bu həyatda yaşayıb qazanıbsa, deyir, cənnət əhlinə Allahdan söz gələcək. Bəzi hədislərdə yazılıb ki, məktub gələcək. Açır, oxuyacaq, görəcək məktubda yazıb ki, salam olsun ölməyən diridən, ölməyən diriyə. Ölməyən diri kimdir? Allah. Və təvəkkəl aləl-hayyəl-ləzi la yəmud. Əl-hayyul-ləzi la yəmud. O diri ki, ölmür. Başqa dirilər üçün ölüm var. Salam olsun o ölməyən diridən, ölməyən diriyə. Yəni, sən day əbədisən. Bu həyat, bu nemət səndə əbədidir. İnsan göz açır bu dünyada, çoxlu gözəlliklər görür. Amma ölüm barəsində fikirləşəndə o gözəlliklər gözündən düşür. Əli əleyhissalam keçirdi qəbristanlığın yanından, ayaq saxladı səhabələr yanında, başladı qəbristanlıqla danışmağa. Dedi, salam olsun sizə
Əssalamu aleykum ya əhlət turbəti. Salam verdi əvvəl. Salam olsun sizə ey torpaq əhli. Əssalamu aleykum ya əhləl vəhdəti. Ey tənhalıq əhli. Əssalamu aleykum ya əhləl vəhşəti. Ey vəhşət əhli. Salam ver, salama baxın. Salam verir, sonra qayıdır Əli əleyhissalam deyir ki, xəbər verim sizə siz gedəndən sonra nə oldu? Ya siz mənə xəbər verəsiz ki, gedəndən sonra nə oldu? Əli əleyhissalam deyir, qoy mən sizə xəbər verim siz gedəndən sonra nə oldu? Mallarınızı böldülər. Övladlarınız sizi yaddan çıxartdı, həyat yoldaşlarınız da ərə getdi. İndi deyirsiniz, mənə xəbər verin. Sonra deyir, sahabələrə Əli əleyhissalam qayıtdı, dedi ki, mənim köməkçilərim, mənim dostlarım, mənim yoldaşlarım, əgər siz bunların səsini eşitsəydiniz, bunlardan bir dənə cavab gələcəkdi. Bu rəy üçün ən gözəl azuqə iman və təqvadır. Çalışın onu qazanın orada. Çalışın onu qazanın. Əgər onunla gəlsöz, əla. Alimlərdən biri deyir, ölmək haqqında fikirləşməyin, onsuz da öləcəksiniz. Necə ölmək haqqında fikirləşin? Quran-ı Kərim buyurur ki, ölüm sizə haqlayacaq, وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ. Möhkəm qalalarda da olsunuz. Hara geçsöz, ölüm sizə haqlayacaq, mümkün deyil, ölümdən qaça bilməyəcəksiniz. Amma necə ölmək haqqında fikirləşin? Bəli, insanlar var ki, ucuz ölümdən ölür, insanlar var şərəfli ölümdən ölür. Quran-ı Kərimdə bir ayə var, buyurur, وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ. Mömin halda ölün. Ölümün necəliyi, necə ölüm? Deyir, imanla dünyadan get. Necə yəni, mənim imanımı kim əlimdən alar? Bəli, bəzi günahlar var, adamın imanın əlindən alar. Şeytan insanın imanın əlindən ala bilər. Nəfs insanın imanın əlindən ala bilər. Şəhidlərlə bizim fərqimiz bilirsiniz nədir? Çox fərqimiz var. Biz danışırıq, onlar yaşayırlar. Biz hədəfdən danışırıq, onlar artıq çatıblar. Biz elə danışırıq. Onlar oturublar orada, baxırlar bizə, deyir, elə danışın. Siz danışdıqlarımıza biz çatmışıq. Sən Allahın rəhmətindən danışırsan, mən o yaşayıram. Sən Allahın qüdrətindən danışırsan, mən o görürəm. Sən Allahın lütfündən danışırsan, o mənə qismətdir bu dəqiqə. Sən hədəfdən danışırsan, hələ məlum deyil danışan o hədəfə, danışdığı hədəfə çata biləcək, yoxsa yox. Mən artıq çatmışam. Sən cənnətdən danışırsan, cənnətin ən yaxşı yerində Allah mənə nemət verib. Sən danışırsan, biz çatmışıq. Adam var ki, danışdığını yaşaya bilmir. Səbirdən danışır, özü səbirsiz. Deyir, qəzəb olmaz, özü qəzəblənir. Əxlaqdan danışır, ədəbdən danışır, özü Allah göstərmir. İnsan bəzən danışdığı şeyi yaşaya bilmir. Allah bizə o şəhid məclisidir, duaların qəbul olan məclisidir. O danışdığımızı yaşaya bilməyi Allah bizə qismət eləsin. Deyir, hədislərdə var ki, mutu qablə ən təmutu. Ölün, ölməmişdən qabaq. Ölün, ölməmişdən qabaq. Onsuz da öləcəksiniz. Ölməmişdən qabaq, ölün. Sual verildi, nə cür ölək? Dedi, öldürün içimizdəki həvəsləri. Onu əvəz eləyin başqa həvəslərlə. Siz nəyə həvəsliydiniz? Amma dəyməz buna könül verməyə. O, Züleyxa xanımın sözüdür də. Dedi, Leyli Məcnun əsərində də hətta yazılıb bu. Deyir, xəstələnib artıq dünyasını dəyişirdi. Üzr istəyirəm, çox üzr istəyirəm, Leyli olub. Leyli deyir, xəstələnib dünyasını dəyişir. Deyir, anasına qayıdır, deyir, ana, sənə bir söz desəm çatdırarsan Məcnuna. Deyir ki, hə.
Deyir Məcnuna deyən ki, məni kimi qızdırmadan dünyadan gedənə könül verməsin, əbədi yaşayan Allaha könül versin. Ürəyində onun məhəbbətin yarada bilsin, onun məhəbbəti ilə yaşaya bilsin. Yoxsa salıb ürəyinə mənim məhəbbətimi, mən kimə? 5 gündən sonra qocalıb dünyadan gedən, hindiba gedirəm. Nə faydası oldu ona? Əziyyətdən başqa bir faydası olmadı. Ona görə də onlarla bizim əsas fərqlərimizdən biri budur ki, dünyanı ölüm haqqında fikirləşmək, fikirlərimi yekunlaşdırıram inşallah, hacıdan istifadə eləyək. Ölüm haqqında fikirləşmək, insanın gözündə hər şeyi kiçildir və insan ölümün necəliyi haqqında fikirləşəndə şəhidlik məfhumu ilə üzbəüz qalır. Deyir, vay, gör nə bahalı ölümdür. Alimlərdən biri, müştəhidlərdən biri, indi də sağdır. Deyir, şəhidlik taciranə ölümdür. Şəhid ticarət eləyir. Ən yaxşı ticarətçi tacir şəhiddir. Nəyə? Canın verir, nə alır? Sən onun verdiyinə baxma, nə aldığına bax. Həzrəti Əli əleyhissalamın bir hədisi var. Deyir, sizin bədənlərinizin qiyməti cənnətdir. Sizin ki, Allah Teala bədənimizi yaradıb, bunun dəyəri, qiyməti cənnətdir. Molla Sədrai Şirazi, İslamda böyük filosoflardan olub. Üsul-i Kafidə Həzrəti Əli əleyhissalamın bu hədisini şərh eləyir. Deyir, baxın, Əli əleyhissalam buyurub ki, sizin bədənlərinizin qiyməti cənnətdir. Əgər bizim bədənlərimizin qiyməti cənnətdirsə, gör ruhlarımızın qiyməti nədir? Ruhumuzun qiyməti nədir? Ən böyük şərəfli ölüm şəhidlikdir. Şəhidlik elə bir dərəcədir ki, Allah buyurur ki, onlar diridir. Bir dənə ayənin axırında bir söz var, buyurur, وَلَاكِنْ لَا تَشْعُرُونَ. Siz başa düşməzsiniz. O bir həyat yaşayır ki, onu başa düşməzsiniz. Özü deyir, ayə, وَلَاكِنْ لَا تَشْعُرُونَ. O necə həyatdır, necə yaşayır? Bir-iki dənə deyə bilərəm sənə. Yurzaqun, ruzi yiyir. Sən də yiyirsən, sən də qidalanırsan, şəhid də qidalanır. Amma sən nədən qidalanırsan, o nədən qidalanır. Sən nə yiyib içirsən, o nə yiyib içir. Ölüm haqqında fikirləşəndə baxıb görürsən ki, Allah Teala bir cür ölüm qərar verib ki, bir cür ölüm qərar verib ki. Buyurub ki, onu verdin, da ruhuvun, canuvun qiyməti nədir, onu bir mən bilirəm. Ona əvəz nə olacaq, bir mən bilirəm. Və insan bəzən şəhidlik mövzusundan danışanda fikirləşir ki, mən o məqamdan məhrum oldum. Bir dənə hədislə fikirlərimi tamamlayıram. Deyir, yox. Baxın, Peyğəmbərimiz cihadı 2 yerə bölüb. Cihad-ı əkbər, cihad-ı əsğər. Cihad-ı əsğər kiçik cihad. Peyğəmbərimiz buyurub ki, o düşmənlə mübarizədir. Düşmənlə mübarizədə kafir, zalim, müşrik, bütpərəst, erməni, onlarla mübarizə kiçik cihaddır. Hələ indi kiçikdir, amma belə adam oturub orada fikirləşəndə çox böyük. Amma o böyük Peyğəmbər deyir, kiçikdir. Peyğəmbər buyurdu ki, istəyirsiniz xəbər verim sizə, böyük cihad hansıdır? Nəfslə cihad. İndi fikir ver. Kiçik cihadda mübarizə aparan milli qəhrəman, qazi, öləndə şəhid. Bu kiçik cihadın statuslarıdır. Elə o cihadda iştirak edənlər. İndi gör böyük cihadda iştirak edənlərin statusu nədir? Həzrət İmam Sadiq əleyhissalam cavab verir. Deyir, mən deyim də nədir? Buyurur, əl-mu'minu, düzgün mömin insan, şəhidun. Şəhiddir. Mömin ol, elə əsl düzgün mömin şəhiddir. Və buyurur ki, Peyğəmbərimiz, mənim əhl-i beytimi sev,
Həzrəti Əlini sev, qızım Zəhranı sev, balam İmam-ı Hüseyni sev. Əgər o sevgi ilə dünyadan geçsün, şəhidsən. Hədisdə Peyğəmbər buyurur, matə şəhidən, o adam şəhid olaraq dünyadan gedib. İmam Hüseyn əleyhissalamın ziyarətində elə əməllər var ki, deyir, düzdür sən o əlvə qılınc götürüb, silah götürüb döyüşdə vuruşmamısan. Amma o əməllər səni o döyüşçülərlə, qazilərlə, şəhidlərlə bir cərgədə eləyər. Hədis var İmam-ı Muhammed Baqir əleyhissalamdan. Buyurur, hər kəs Aşura günü axşamı, Tasua günü Aşuraya keçən gecə, Allah qismət eləsin, Kərbəlada İmam-ı Hüseyn ağanın ziyarətində ola və gecəni ibadətlə, duanla, zikirlə səhər eləyə. Bilirsiniz Allah nə verər? Yəbnə Rasulullah nə verər? Deyir, 72 şəhidin cərgəsində gələr qiyamətdə. İlahi pərverdigara, bu adam döyüşməyib. Deyir, amma o döyüşənləri, o Hüseynin, səhabələrin, balaların sevib, ziyarət eləyib. Allah Teala o ziyarətlərə, o əməllərə bu qədər savab verər. Çox hədislər var ki, bu əməli eləsin, Allah sənə şəhidin savabını verər. Hüseyni ziyarət eləsin, 1000 şəhidin savabını verər. Bəzi hədislərdə gəlib 100.000 şəhidin savabını verər. Bir nəfər deyir, axı bu indi 1000'dir ya 100.000'dir. 100'dir, nə qədərdir? Bəzi adamlar şübhəyə düşür ki, yox bu hədis elə bir dənə deyər. Yox, deyir o Hüseynə olan məhəbbətin dərəcələrinə görədir. Hər adam İmam Hüseyn əleyhissalama məhəbbəti eyni cür deyil ki, mərifəti eyni cür deyil ki. Biri az tanıyır, Allah ona da nəsə verir. Boş qaytarmır. Biri çox tanıyır, ona çox verir. Əbəlfəz ağaya Allah Teala çox verdi. Niyə görə? Çünki Hüseynə məhəbbəti, mərifəti daha çox idi. İmam Səccad ağa buyurur ki, əmim Abbasın Allah yanında bir məqamı var. Ona bütün şəhidlər qibdə eləyər. Niyə? Çünki gəlmədi barmaqlarının arasından cənnətdəki yerin müşahidə eləməyə. Hamı baxdı, ağa göstərirdi. Həzrət Əbəlfəz ağa dayandı. Dedi, Hüseyn, mənim cənnətim sənsən. Mən də inirəm cənnəti. Hüseynə mərifət, məhəbbət daha çoxdur. Kimdə daha çoxdursa, ona daha artıq verilər. Birinə 100 verilər, birinə 1000 verilər, birinə 100.000 verilər. Şəhidin savabın, həccin savabın. Niyə görə? Çünki onlar din-i İslamı yaşatdılar. Və bu günləri biz Azərbaycanımızın şəhidlik məktəbində bu 44 gündə bir halı müşahidə elədik. Onlar İmam-ı Hüseynə Ləbbeykə ya Hüseyn deyib vuruşurdular. Bir nəfər danışır, deyir, qazinlə danışırdım 92-93-cü ildə vuruşub. Ona bir sual verdim ki, o döyüşçülərlə indiki döyüşüb şəhid olanların nə fərqi var? Dedi, o zaman biz vuruşurduq, amma Ləbbeykə ya Hüseyn dilimizdə yox idi. İndi deyir, döyüşə gedənlərin hamısı Hüseyn eşqi ilə, dilində Hüseyni şüar eləyib gedirlər. İndi iman, əhl-i beytə bağlılıq, əhl-i beyt məktəbinin təsiri çox güclüdür. O zaman da var idi, amma indi tamam başqadır. Bu nəyin nəticəsindədir? Onun nəticəsindədir ki, biz əhl-i beytə o qədər bağlı insanlarıq ki, şəhidlərimizin biri şəhid olan vaxtda, siz də bunu görmüsünüz, oxumusunuz, hətta şəklini də görmüsünüz, su içmək istəyəndə içmədi su. Dedi, mən susuzam, istəyirəm ağam Əbəlfəz kimi şəhid olum. Bu nə deməkdir Allah? Bu nə deməkdir? Bizim əhl-i beytə bağlılığımız çox böyük olduğuna görə, mən deyərdim, bu qələbənin əsas amillərindən biri də əhl-i beyt nəzərinin o döyüşdə olmasıdır. İmam Zaman nəzərinin o döyüşdə olmasıdır. Bir çox səbəbləri var. Əsas səbəblərdən də biri, bax, odur.
Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala bizi İmam Hüseyin əleyhissalamdan, Muhammed Ali Muhammeddən, Əhl-i Beytdən ayrı salmasın. Allah Teala Muhammed Ali Muhammed hörmətinə inşallah hər kəsin nə hacəti, mətləbi, çətinliyi varsa inşallah rəva eləsin. Allah Teala Muhammed Ali Muhammedlə dünya və axirətdə bizi məhşur eləsin. Ziyarətlərin, şəfaətlərin hamımıza nəsib eləsin inşallah. Allah Teala inşallah Muhammed Ali Muhammed hörmətinə bu yaralı əskər qardaşlarımıza, qazilərimizə tezliklə şəfa versin. Allah Teala inşallah İmam-ı Zaman əleyhissalamın nəzərini ölkəmizdən, xalqımızdan, ümumiyyətlə İslam dünyasından, İslam ümmətindən inşallah kənar eləməsin. Bizi dünya və axirətdə mərhəmətindən, məğfirətindən kənara salmasın. Allah Teala inşallah Muhammed Ali Muhammed hörmətinə çətinliklərimizi, maddi və mənəvi, dünyəvi və üxrəvi müşküllərimizi həll asan eləsin. Babel Həvaiz Əbəlfəz ağanın əli ilə inşallah hacətlərimizi rəva eləsin. Günahlarımızı, xətalarımızı inşallah öz geniş rəhməti ilə əff eləsin. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala Muhammed Ali Muhammed hörmətinə bu məlum bəla ki var, dünyanı bürüyür. İnşallah bütün bəşəriyyətin üzərindən bu xəstəliyi uzaq eləsin. Allah Teala inşallah dünya və axirət evimizi abad eləsin. Allah Teala din-i İslam yolunda, bu xalqın, millətin yolunda kimin ki nə zəhməti varsa inşallah zəhmətimizi zayi eləməsin. İnşallah qəbul eləsin. Allah Teala dünya və axirətdə bizi mərhəmətindən, məğfirətindən inşallah ayrı salmasın. Allah razı qalsın Hacı sahibidən. Allah ömrünə bərəkət versin inşallah. Allah bizim bu cavan şəhidimizin də ruhun bizə duaçı eləsin inşallah. Eydil aləmdə səfa, eydil aləmdə sədaqətlə səfa qalmalıdır. Eydil aləmdə sədaqətlə səfa qalmalıdır. İzzət-u, qeyrət-u, ixlas-u, vəfa qalmalıdır. Hamı fani, başımız üstə xuda qalmalıdır. Bəşəriyyət qulağında bu səda qalmalıdır. Qəlb-i Qur'anda yazıbdır şühəda qalmalıdır. Qəlb-i Qur'anda yazıbdır şühəda qalmalıdır. Biz bu məcazi mənada deyirik ki, onlar getdilər, biz qaldıq. İndi oxuyacam da elə şeirin bir neçə siz də deyəcəksiniz inşallah ki, şəhidlər getdi, biz qaldıq. Amma Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Şəhid Marif Səfərov var idi, Cəllabaddan Hacıda eşidərdi, qum tələbəsi idi. O deyirlər ki, şəhid olmamışdan qabaq bu statusu paylaşmışdı şəhidlər haqqında ki, əksinə biz getdik, şəhidlər qaldı. Bilmirik, hara gedirik, harıyıq, amma şəhidlər qalıblar. Onlar elə biraz bundan qabaqda oxudum, Qəlb-i Qur'anda yazıbdır, şühəda qalmalıdır. Yəni, onlar əbədilik qalacaqlar. Gedən bizik. Allah bizim şəhidlərimizin, Azərbaycan şəhidlərimizi İmam Hüseyin ağanın özünün, balalarının, başda o iki şəxs ki, İslam dünyasında şəhidlik onların sayəsində yayıldı. Biri Həmzə Seyyid-i Şühəda, Peyğəmbərin əmsi, bir də İmam Hüseyin ağa. Bunlardan bizim Azərbaycan şəhidlərini kənar eləməsin inşallah. Bir dənə şəhidlərimizin ruhuna yadigar qalsın inşallah bizdən. Başda İmam Hüseyin ağa olmaqla bir dənə nurani, qəşəng, ucalı səlavat zikr eləyək. Allahümmə səlli alə Muhammed və ali Muhammed. İlahi dildə ya Zəhra, şəhidlər getdi, biz qaldıq. Dedi ahi ləvaveyla, şəhidlər getdi, biz qaldıq.
Mən bunu əyləşənlərin hamısından istəyirəm. Bu sədanı həm məndən həm səda olsunlar. Bu sözü məndən bahəm desinlər. İnşallah şəhidlərimizin ruhi şad olar. Ailələrinə Allah səbri versin. İlahi dildə ya Zəhra, şəhidlər getdi biz qaldıq. Dedi ahillə babeyla, şəhidlər getdi biz qaldıq. Şəhidlər getdi biz qaldıq. Şəhidlərə səlam ola. Şəhidlər getdi biz qaldıq. Şəhidlərə səlam ola. Ne güzeldi hamımın məndən bahəm desin. Şəhidlər getdi biz qaldıq. Şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Ah, onlar hər dərdə çareydi, hərəsi bir sitareydi, bədən bir parça yareydi. Şəhidlər getdi biz qaldıq. Şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Maşallah şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Buna da yaxşı qulaq as. Hanı canı cahan gəlsin. Hər aya qan alan gəlsin. Çağır sahib zaman gəlsin. Şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Şəhidlərə səlam ola. Uca denən şəhidlərə səlam ola. Dedi ey şanlı serdaran, bizi terk etmeyin yaran. Fakat güldü fedakaran. Şəhidlər getdi biz qaldıq. Yaxşı sözləri var, sadə sözləri var, amma ürəyimizdə hamı qulaq assın. Onlar tapdı ağır qiymət. Bilmirəm olar deyim ya bular deyim, hamısına qurban olaq. Şəhid müşbidi onların içində bizim əziz qardaşımız. Onlar tapdı ağır qiymət, olublar rahi cənnət. Bizə qaldı fəqət həsrət. Şəhidlər getdi biz qaldıq. Bizi qəmlər salıb candan. Belə deyən yox. Bizi qəmlər salıb candan. Bizi qəmlər salıb candan. Yanır dil nari suzandan. Haray bu dərdi hicrandan.
Şəhidlər getdi, biz qaldıq, biz qaldıq. Hani yaran-ı Aşura, diye celdadə ya Zəhra, xarab olsun belə dünya. Şəhidlər getdi, biz qaldıq. Ürəyim belə istədi, bu cavan şəhidimizin məclisindən hamımızı yaparım Kərbəlaya, qətli qahım. Peyğəmbər balalarına, ağanın gözəl balalarına ağlayaq. Ondan sonra bu əziz cavan qardaşımıza da ağlayarıq. Gözüm ağla, gözüm ağla, o əhvaləm ki Zeynəb gəldi qondaləm. Dedi soldu gülü laləm, şəhidlər getdi biz qaldıq. Allah şahiddir, arada özüm özümə düşünürəm. Bu sözlər məni vadar edir, bu düşünməkliyə. Deyirəm ki, yaxşı ilə məsələn bəzi şəhidlərimizin cənazəsini onların dədəsi, anası görməyib. Görsəydi nə olardı? Bu özü bir dənə lütfüdür ya. Ona görədir, bu söz var ha, bu sözə qurban olum. La yevməkə yevmin ya Əba Əbdillah. Günlər sənin günüyə çatmayacaq, müsibətlər sənin müsibətə çatmayacaq. İndi müsibətdir. Adam məsələn 20 il bir gülə su verə, 20 ildən sonra o gül sola. Nə olar? Bunlar müsibətdir, amma müsibət bilirsiniz nədir? Biraz da artıq. Məsələn, bacı gələ qardaşın məsələn yaralı halda görə. O şəhidlərdən görübsünüz, bizim şəhidlərdən elə bir hadisə olsun, yox. Şəhidlər gəldi, mən bir şəhidi eşitdim, bacısı da həmin günü vəfat elədi. Məhəbbətdən o qədər istəyirdi. Həmən günü deyirlər, tab eləyə bilmədi, o da dünyasını dəyişdi. Amma birdən qardaşın yaralı halda səngərdə görsəydi, qanlı meydanda görsəydilər, məsələn, bu şəhidimiz parça-parça olub, onun qolu yox, gözü yox, onda onlar elə orada ölərdilər, canını tapşırardılar. Aləmlər sənə qurban, ya Əba Əbdillah. Və sənin balaların nə çəkdi gəldilər, səni başsız gördülər. Bəs Əbəlfəzi qolsuz görəndə onlar neynədilər? Bəs Əliyəskərin o balaca boğazı oxlananda onlar neynədilər? Ona görə bax, burada deyirlər ki, La yevməkə yevmin ya Əba Əbdillah. Günlər sənə çatmaz. Yavaş-yavaş gedək Kərbəlaya. Mən də bir dənə səndən xahişim budur ki, ürəyin dolanda mənə də dua elə kinə. Gözüm ağla o əhvalə ki Zeynəb gəldi qondalə. Dedi soldu gülü lalə. Əyləşdi qardaşının o başsız bədənində. Dedi Hüseyin səni bu hala salanın əlləri düşsün biləyindən. Anam oğlu Hüseyin çoruluydım səni bu halda görmeydim. Dedem oğlu qardaş aləmlər sənə qurban ya Zeynəb. Gözümün qabağında qardaşımı doğradılar, oğlanlarımı doğradılar. Qardaşım balalarının cənazəsini gətirdilər. Neynədin ay qanı? Əyləşdi qardaş cənazəsində. Gördü Allah nə qardaşın başı var bədənində, nə əli var. Dedi Hüseyin bacı qardaşı tanır olsa əgər salim bədəni anın özün nə əlamətlə tapıb söyləsəni Hüseyin axı bacı qardaşın tanıyar onu bir əlamətinə. Axı sənin bir əlamətin yoxdur, nə başın var bədənində, nə əlin var ana oğlu Hüseyin
Ondan sonra neyledi? Eğleşti o başsız bedenin yanında, dedi sen bu ok vuranın elleri düşsün bileğinle. Şaş değeydi bir ok bacımın yüreğinle. Akı hansı yaralının kanı çıkıp çüreğinle. Yadıram kardeş, ses verirsen yaman, yaman, yaman. İlahi var gemi ehsasim, solup yetmiş gül yasim. Hani gayretli Abbasim, şehitler gitti biz kaldık. Ah 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 ah. Şehitler gitti biz kaldık, biz kaldık. Sen ağanın yanıma bir sözü düştü, onu okuyayım. İnşallah bir zaman kardeşimize de anlıyor. Ama ay bu şehidin anası, ay bu şehit kardeşimin atası. Andula Allah yüreğimin sözünü diyesem nicaran olmuyor. İnşallah el yeşmer ağanın konağı yollar. Akırbiyette de var, hanım Zehra bunları karşılıyor. Diğer bunlar benim balamın konaklarıdır. Bunlar benim balamın konaklarıdır. Bunlara kanlı kefenler diyerler ha, hacı bilirsen de şehidlere kanlı kefenler diyerler ha. Niye göre deyirəm ben bunu? Qeybiden ses gelecek, kıyametin günü bak, qeybiden ses gelecek. Yarı sevenler gelsin, yar təxt üstə çıxıb kanlı kefenler gelsin. Kanlı kefenler yani şehidler, bu şehidmiş bir. Deyərlər ne kadar kanlı kefenler var, hamısı gelsin. Bunların sevgilileri İmam Hüseyin təxtə çıxıb və biz ne edəcəyik? Bir münadi de diğer kareciyenler gelsin. Bir münadi de diğer kareciyenler gelsin. Nigaran mı? Onlar da gelsin. Onlar da İmam Hüseyin'i ağlayayımlar. Ayaman, ayaman, ayaman. Yüreğimizin gemine kurban olayım. 40 gündür bu evden bir zaman gideyim ama yine de yürekler yanır. Bana giden yollar kurban olayım. Ah ah şehit dedesi, ne olur bak Sinan, sana bir şehit dedesi diyeyim, ona git kulak as, ona bak. Kim diyor? O 57 yaşında bir koca şehit, o da şehit dedesiydi. Geldi Ali Ekber Ağa'nın cenazesi üstüne. Yaman öldürüp bu bendi beni. İmam Hüseyin Ağa Ali Ekber Ağa'nın üstünde, cenazesinde çok sözler deyip. Ama bu bendi beni öldürüp. Baktı balasına, öz dilimiz ana dilimiz diye de baktı. Dedi bala, yüreğimin bendin kırdım bala. Yüreğimin, bu ne sözdür, buna ağır sözdür. Dedi bala, yüreğimin bendin kırdım bala. Gözümün nurunu aldım bala. Bala, elimin esası sen iydin. Gören gözüm sen iydin. Vuran yüreğim sen iydin bala. Bunların hiçbiri yoktu. Da bundan sonra dünyanın başına kül olsun bala. Ondan sonra derler dizlerin kucakladı. İmam Hüseyin Ağa eğleşti 18 yaşında balasının üstünde. Gör ne zürne yalvardı. Garip Hüseyin'i öldürer, gemi feragın ay balaya. Garip Hüseyin'i öldürer, gemi feragın ay bala. Tekellüm eyle ay bala, danıştırağın ay bala. Anam bacın uzaqdadır, mənim qonağın ay bala. Anam bacın uzaqdadır,
Mənim qunay bala şənim ilahidir bala, şənim ilahidir bala, şənim ilahidir bala, şənim ilahidir bala, əyləşirəm, duramırəm. Cənazəmi görəndə mən 7 qədəm sürünmüşəm. Duramırəm, duramırəm, duramırəm. Xudayam, Xudayam, an verrəm sənin o Əli Əkbər ağanın doğranan cənazəsinə. Allah, bu cavan şəhidimizin, bu əziz şəhidimizin ruhin anasına, atasına şəfaət deyərlər. Söz çoxdur, Allah'a and olsun, o qədər söz var, o qədər söz var, o qədər söz var. Sən oldun dini İslamın fədası oğul, sən oldun dini İslamın fədası, şəhidim mən də oldum anası. Görüm nabud ola küfrün binası, görüm nabud ola küfrün binası. Cavan-ı portəvanım, xoş gəlibsən, əzizim mehribanım, xoş gəlibsən. Üzündə ləxtə qanə qurban, sənin tək səfa qurbana qurban. Oğul, səni mən yolladım Qur'ana qurban, mənim aramı canım, xoş gəlibsən. 2 dənə bundan oxuyacam, ana sözü deyil. Əziz qardaşım yazıb bunu şəhid anasının dilindən. Olubsan qalbə qəltan əzizim, utansın pərçəmi Qur'an əzizim. O saysız yarıma qurban əzizim, bədəndə qanim, xoş gəlibsən, əzizim mehribanim, xoş gəlibsən oğul. Ax. Dedin şam-ı səhər, Allahu Ekber, o sözdən küfr əsər, Allahu Ekber, verib xidmət səmər, Allahu Ekber, olub birdi zəmanim, xoş gəlibsən oğul. Edibsən dinə xidmət, səngərində, sənə fəxr eyləyibdir madərində. Gəlibsən toy nişanı əllərində, mənim ruhi rəvanim, xoş gəlibsən, xoş gəlibsən. Dinin yolunda qanuva qəltansan ey şəhid, dinin yolunda qanuva qəltansan ey şəhid. Xoş hal və ədnidə Mövlaya mehmansan ey şəhid. Xoş hal və ədnidə Mövlaya mehmansan ey şəhid. Əli aparsın və inşallah hər yerdə əyləşibsən. Bunu məndən bahəmlikdən deyərsən inşallah. Allah bütün şəhidlərimizin ruhin, İmam Hüseyn ağanın ruhinə qonaq eləsin inşallah.
Bir də mənə oradan isti su verərsiniz də zəhmət olmasa. Hə, isti su. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Elim maralı ay bala, başı bəlalı ay bala. Elim maralı ay bala, başı bəlalı ay bala. Evdən çıxdın gülə gülə, gəldin yaralı ay bala, gəldin yaralı ay bala. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Bu dərd o qəmdə gör necəm, bu dərd o qəmdə gör necəm. Ürək sıxıldı ay balam, bu dərd o qəmdə gör necəm. Ürək sıxıldı ay balam, bəxtim mədarindən əcəb. Zaman çıxıldı ay bala. Oğul, ayağa dur gözəl oğul, ayağa dur gözəl oğul. Evim yıxıldı ay balam, məni qoyub yaman günə. Düşən aralı ay balam, düşən aralı ay bala. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Dedim gər ömrədə vəfa ola sənə toy eylərəm. Dedim gər ömrədə vəfa ola sənə toy eylərəm. Sənə görə ərusüvi gözümün üstə bəslərəm. Sənə görə ərusüvi gözümün üstə məslərəm. Hayanda dəvət eylərər, hayanda dəvət etsələr, gəlinlə bahəm eylərəm. Sən intiqab edən əruz, sən intiqab edən əruz, olar həyalı ay bala, olar həyalı ay bala. Yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay lay diyərəm. Yanaram vay diyərəm, sənə lay lay. Ana sözü deyə and olsun Allaha. Bir də denə. Ah yanaram vay diyərəm, sənə lay lay diyərəm, sənə lay. İndi buna bax. Yaram həmişə möhnət o bəla, həmişə möhnət o bəla, bəlalı başlara gələr. Həmişə möhnət o bəla, bəlalı başlara gələr. Fələk ox atsa düz gəlib, fələk düz ox, fələk ox atsa düz gəlib, yaralı sinəmə dəyər. Cavan dağı bu dəhridə
Analarım belim büker, məzara getsə də gedər. Yəqin əzalı ay balam, yəqin əzalı ay bala. Yanaram vay deyərəm, sənə lay lay deyərəm. Yanaram vay deyərəm, sənə lay lay. Yanaram deyərəm, yanaram. Sənə lay lay deyərəm. Qızıl gülü dərmədim, çəmən üstə sərmədim. Arzum qaldı ürəyimdə, arzum qaldı ürəyimdə. Toyucluvi görmədim, toyucluvi görmədim. Oğul vəfalı öləm, başı bəlalı öləm. Oğul vəfalı öləm, başı bəlalı öləm. Əlim qalar ürəkdən, ürək yaralı öləm, ürək yaralı öləm. Yanaram vay deyərəm, sənə lay lay deyərəm, sənə lay lay deyərəm. Yanaram vay deyərəm, bir də yanaram vay deyərəm, sənə lay lay deyərəm, sənə lay lay deyərəm. Denən görüm, yanaram vay deyərəm, sənə lay lay deyərəm, sənə lay lay deyərəm. Bülbül hevadan ayrılmaz oğul, bülbül hevadan ayrılmaz, çəmən sefadan ayrılmaz. Bala anadan ayrılsa, imkanı olsa ana baladan ayrılmaz. Ana baladan ayrılmaz. Ürəyimə gəldi bu iki bəndən xitam verəm. Amma əzizlərim, şəhid məclisinə gələnlər bəzən etiraz olur, bəzən qəbul eləmirlər. Deyirlər bunların ürəyi yanır. Biraz da niyə belə deyib ağladısan? Amma sual verirəm, görəsən ağlamaq yaxşıdır, ya o qəmi, ya ürəyi, ürəyə vurmaq yaxşıdır. Ağlarım, 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 ağlarım. Mən ölüm belədir ya yox, hamı öz əzizini itirib, ya bir gün itirəcək, bundan razılaşaq. Amma bir müddətdən sonra aram olluq. Allah haqqı, Allaha and içirəm, ana heç vaxtı unutmur, ana heç vaxtı aram olmur. Hər vaxtı elə balasını yad eləyər, elə balasını xatırlayar. Oğul yanaram duman görsən, sən görsəm duman görsəm. Bala təni ürəkdən yanarım, hayanda bir cavan görsəm. Hayanda bir cavan görsəm. Gözümün sen alemde ziyası, dizimin sen her yerde kuvası. Sen idin atomun elde esası, enisu hem zabanim gitti elden. Xudavəndo cavanım gitti elden, gitti elden.
Dedim nəxli muradı mən bitirəm, cəlal-u şənimi ərşə yetirəm, cahanda oğluma gəlin gətirəm, mənim namu nişanım getdi əldən, gəl oğlum gözlərim yolda qalıbdı, qəmi hicrim məni dərdən salıbdı, fələk əldən cavanımı alıbdı, cavanım belim sindi, tavanım getdi əldən, xudavəndam, cavanım getdi əldən. Xudaya şəhidlərimizin ruhun şad elə. Pərverdigara onların pak və müqəddəs ruhun bizlərə duası ilə kinən. Məxsusən şəhid Müşfiq qardaşımın ruhun şad elə. Valideynlərinə, anasına, atasına, əzizlərinə səbir ver kinən. Pərverdigara an verirəm İzzət-i Cəlalın xatirinə. Ya Rəbbəl aləmin. Yaralı əskərlərimizə şəfa ver kinən. Xudabəndi Kərim Allah. Allah, Allah. Bütün şəhidlərimizin pak ruhun Peyğəmbər və ali Peyğəmbərin balalarından kənar eləmə kinən. Allahümme salli ala Muhammed ve ala Muhammed. Allahümme teqabbel azâna ve bukâna ve musibetena bi hakkı Muhammedin ve âlihi ve bil Fâtihâ. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil âlemin. Errahmanirrahim. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sirâtal mustakîm. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ya Rabbel alemin, ya Erhamer Rahimin. Azizim, ey cavanım, selam olsun sana. Azizim, ey cavanım, selam olsun sana. Şehidim, qəhrəmanım, selam olsun sana. Azizim, ey cavanım, selam olsun sana. Şehidim, ey qəhrəmanım, selam olsun sana. Oğul, belə fikir etməyəsən, dərdimi yasan sanıram balam. Belə fikir etməyəsən, dərdimi yasan sanıram. Oturup hey düşünüp hey yanıram. Oturup hey düşünüp hey yanıram. Bala əcəb gözəlləndi simayı eşqün. Şəhadətdir sənin mənayı eşqün. Şəhadətdir sənin mənayı eşqün. Xoş hal və xoş iqbal və balam, xoş sənin aqibətünə. Amma atomun qəlbin yandırdın, anamı çöllərə saldın. Bala sənə mən, oğul sənə mən qanə batan ay deyərəm. Sinəmi lalələrə tay deyərəm.
Gər ona isnim oğul, balam canı ağlayanda bilmirəm. Bala sinövi lalelere tay diyerem. Gər ola isnim oğul, oturum ben sana lay lay diyerem. Ay bala, oturum ben sana lay lay diyerem. Oğul, 40 gündür elinden aralanmışsan, 40 gündür evinden aralanmışsan. Bala dostların gelip, konakların gelip. Oğul bir göz aç, İstirəm senden sual eləyəm bana. İşıqlı gün mənə səndən sonra qara gecədir oğul. İşıqlı gün mənə səndən sonra qara gecədir. Bala icazə versən səndən sualım var oğul. İşıqlı gün mənə səndən sonra qara gecədir. Buyur görüm mənim balam, yaralarım necədir? Yaralarım necədir? Yaralarım necədir? Söz verir Hüseyin, Hüseyin, Hüseyin. Ləblərin kəndidir, şirin dilin okşurdu bala. Atanın sözü bu yolar, oğul. Ləblərin kəndidir, şirin dilim okşurdu bala. Ata kurbanın ola, söz ver. Yoruldum ay bala, yoruldum ay bala. Yanaram Hüseyin, yanaram Hüseyin. Xudaya hiçbir dedenin, hiçbir anıya, hiçbir dedeye oğul ölümü görsettim. Ama benim ağır sözüm olsun. Bir tane şehit anasının dilinden, bir tane de şehit dedesinin dilinden okuyayım. Sine bırak oğul, yanıram bala. Bala yanıram bala. Bala her akşam olan da hamı gider evine, ama benim gözüm kalar senin yolunda. Oğul, ananın arzuları cidden oğul bilmelidir. Bazısı ağlamalı, bazıları gülmelidir. Ne bileydim ki bala bu yaşında ölmelidir, ölmelidir, ölmelidir. Söz verək ya Hüseyin. Ah ah, yanan ürəklərinizə qurban olum ay şəhid dədələri, ay şəhid anaları. Oğul, gözlərim yolda qalıb, sən niyə gəlmirsən oğul? Ne güzeldi, ne güzeldi, göz yaşınıza qurban olum. Gözlerim yolda qalıb, sən niyə gəlmirsən oğul? Süzülən göz yaşımı sən niyə silmirsən oğul? Ayırıblar səni məndən, baxıram həsrətlə. Niyə sakit uzanımsan, niyə dinmirsən oğul? Niyə dinmirsən oğul? Niyə dinmirsən oğul? Balam canı yanında da olmasam, dostların deyiblər necə yaralanmışam bala. Oğul, oğul, yıkılanda sen yere ölüp ağlamadım ben. O halda başın üstüne ciğer dağlamadım ben. Xəcalet atonası yarımı bağlamadım ben. Xəcalet anonasın yarımı
bağlamadım ben, bağlamadım ben. Ay aman, ay aman, ay aman. Allah tamamı şehitlerimizin ruhu şad eyle. Bunların ruhlarına kurban olak. El vafarsın mezlum kardeşler lay lay. Mezlum kardeşler lay lay. Lay lay yoldaşlar lay lay. Lay lay yoldaşlar lay lay. Mezlum kardeşler lay lay. Mezlum kardeşler lay lay. Lay lay yoldaşlar lay lay. Lay lay yoldaş. Hamı diye hamının şehididir. Yoldaşlar lay lay. Mezlum kardeşler lay lay. Lay lay yoldaşlar lay lay. Mezlum kardeşler lay lay. Tozlu üzlere kurban, kanlı gözlere kurban. Tozlu üzlere kurban, kanlı gözlere kurban. Ürecüzde kalan o, ürecüzde kalan o, gemli sözlere kurban. Siz bize izzet verdiniz, canlar sizlere kurban. Canlar sizlere kurban. Lay lay yoldaşlar lay lay. Mezlum kardeşler lay lay. Lay lay yoldaşlar lay lay. Mezlum kardeş. Beh beh lay lay yoldaşlar lay lay. Mezlum lay var yeri ana yana, var yeri ana yana, kalbi otlana yana, var yeri ana yana, kalbi otlana yana. Oğlun ya da salanda, kalbi otlana yana. Siz gittiniz güle güle, biz kaldık yana yana. Siz gittiniz güle güle, biz kaldık yana yana. Lay lay yoldaşlar lay lay. Mezlum kardeş maşallah. Lay lay yoldaşlar lay lay. Mezlum kardeşler lay 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 yoldaşlar lay lay. Mezlum kardeşler lay. Ah ey vatan kurbanları, bizden selam olsun size. Ey Hüseyin mehmanları, bizden selam olsun size. Zahiren torpakların altında yatıp, zahiren torpaklar altında yatıp kül pekeriz. Batinen peygambere mehmandır ruhi eteriz. Ey müetter kanları, bizden selam olsun size. Siz hemen azadesiz, o şehit kardeşlerim, ay cavan kardeşlerim. Siz hemen azadesiz, meydana gittiniz gelmediniz. Ermeniler cengine merdane gittiniz gelmediniz. Kerbela eşkiyle siz divane gittiniz gelmediniz. Dertlerin dermanları, bizden selam olsun size. Andola torpakların üstüne tökülmüş kan üzem. Erşime ehli mena erşidem, ahsen diyer iman üzem. Kurbi hak mehmanları, bizden selam olsun size. Şehitlerimizin ruhu hakkında salavat hediye edin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme teqabbel azaena ve bukaena bihakkı Muhammedin ve alihi tahirin ve bihurmeti suretil mübareketil Fatiha ma'as salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakim. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim ve'd-dâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu
Təmiyyət vərəm, kullan.